Salam hörmətli izləyicilər. Bugünkü mövzumuz son günlər beynəlxalq siyasətin gündəmini zəbt edən Rusiya-Ukrayna münaqişəsinin həll olunmasına yönəlmiş 28 bəndlik sülh planı barədədir. Qarşıdakı dəqiqələrdə bu sülh ətrafında aparılan müzakirələrə aydınlıq gətirməyə çalışacağıq. Beynəlxalq ictimaiyyət ABŞ prezidenti Donald Trumpın Rusiya və Ukrayna ilə bağlı 28 bənddən ibarət planını müzakirə etməkdə davam edir. Etiraf etmək lazımdır ki, bu plan birmənalı qarşılanmayıb. Bəziləri bunu ABŞ-ın münaqişənin həlli üçün yeni yanaşması kimi görür, digərləri isə onu necə həyata keçiriləcəyi ilə bağlı suallar verir. Xüsusilə Ukrayna prezidenti Vladimir Zelenski xalqa video müraciətində ABŞ planını belə xarakterizə edib. Ya ləyaqətin itirilməsi, ya əsas tərəfdaşın itirilməsi riski, ya çətin 28 bənd, ya da olduqca ağır qış. Öz növbəsində Rusiya prezidenti Vladimir Putin də Vaşinqtonun planını şərh edib. Rusiyanın Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclasında o bildirib ki, Moskva sənədi alıb. Ancaq Avropa İttifaqı və Ukrayna sülh layihəsində narahatlıqlarını gizlətmirlər. Buna görə də ötən şənbə Cenevrədə Ukrayna, ABŞ və Avropa ölkələrinin nümayəndələri arasında danışıqlar keçirildi. Qərb analitikləri vururlar ki, 28 bəndlik plan böyük ölçüdə müharibənin dayandırılması ilə bağlı artıq məlum olan Rusiya tələblərinə bənzəyir və Ukrayna onlarla razı deyil. Lakin şənbə günü prezident Trump bildirib ki, sənədin hazırki versiyası hələ yekun deyil. Danışıqlarda Ukrayna nümayəndə heyətinə prezident administrasiyasının rəhbəri Andrey Yermak başçılıq edib. ABŞ dövlət katibi Marco Rubio və prezidentin xüsusi nümayəndəsi planda göstərilən müharibənin dayandırılması şərtlərinin əsas təşəbbüskarlarından biri hesab edilən Steve Witkoff təmsil edib. Avropanın mövqeyi isə Böyük Britaniya, Almaniya və Fransanın milli təhlükəsizlik müşavirləri, həmçinin Avropa İttifaqı nümayəndəsi tərəfindən təqdim olunub. Cenevrə görüşləri Yermakın Avropa nümayəndələri ilə danışıqları ilə başlayıb. Bunun ardınca Ukrayna və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələr olub. Görüşdən sonra ABŞ dövlət katibi Marco Rubio bildirib ki, ABŞ tərəfindən təklif olunan sülh planı üzrə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub. Yenilənmiş və təkmilləşdirilmiş sülh çərçivə sənədi meydana çıxıb. Danışıqlar bu həftə də davam etdiriləcək. Rubio onların prezident Trumpın müəyyən etdiyi cümə axşamı son tarixdən əvvəl başa çatmaya biləcəyini də istisna etməyib. Marco Rubio yüksək səviyyəli görüşlərdən sonra Cenevrəni tərk edərək Vaşinqtona qayıdıb. CNN bunu ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsinə istinadən yazır. O bildirib, hələ görüləsi müəyyən işlər var. Dövlət katibi texniki səviyyədə müzakirələrin davam edəcəyini bildirərək çox məqbul vaxt ərzində məqsədə çatacağımıza ümid etdiyini qeyd edib. Ukrayna prezident ofisinin rəhbəri Andrey Yermak isə Telegramda yazıb. Təsdiq etmək istəyirəm ki, hörmətli Amerika nümayəndə heyəti ilə çox məhsuldar ilk görüş keçirdik. Çox yaxşı irəliləyiş əldə etdik, ədalətli, uzunmüddətli sülhə doğru irəliləyirik. Danışıqların yekununda tərəflər birgə bəyanat da qəbul ediblər. Bəyanatda deyilir ki, Cenevrə görüşlərinin nəticəsi olaraq ABŞ və Ukrayna nümayəndələri yenilənmiş və təkmilləşdirilmiş sülh çərçivə sənədi hazırlayıblar. Sülh planında Ukrayna ordusunun məhdudlaşdırılması və ərazi güzəştləri kimi məsələləri əhatə edən 28 bənd barədə birgə bəyanatda konkretlik yoxdur. Ukrayna nümayəndə heyəti bəyanatda müharibəni bitirməyə yönəlmiş tükənməz səylərinə görə Trumpa təşəkkür edib. Tərəflər qarşıdakı günlərdə Avropa tərəfdaşları ilə əlaqəni saxlayaraq ortaq təkliflər üzərində işi davam etdirməyə razılaşıblar. Ağ Ev isə əlavə bir bəyanat yayaraq bildirib ki, sülh planının yenilənmiş versiyası Ukrayna üçün təhlükəsizlik təminatlarının gücləndirilməsi nəzərdə tutur. Bəyanatda deyilir ki, Ukrayna tərəfi əlavə və dəqiqləşdirmələr edildikdən sonra planın hazırki layihəsinin artıq milli təhlükəsizlik maraqlarını əks etdirdiyini hesab edir. Ağ Ev bildirib ki, Ukraynanı narahat edən əsas məsələlər diqqətlə nəzərdən keçirilib və bu gün əhəmiyyətli irəliləyiş mərhələsi olub. Ancaq rəsmi ki, bu bəyanatı hələlik şərh etməyib. Bəyanatda həmçinin vurğulanır ki, Ukrayna nümayəndə heyəti təhlükəsizlik təminatları, uzunmüddətli iqtisadi inkişaf, infrastruktur mühafizəsi, dəniz nəqliyyatının təhlükəsizliyi və siyasi suverenlik kimi bütün əsas məsələlərinin diqqətlə müzakirə olunduğunu təsdiqləyib. Bundan öncə Rubio jurnalistlər bildirib ki, NATO-nun rolu da daxil olmaqla bir sıra məsələlər üzərində hələ işləmək lazımdır. Lakin onun komandasının Trumpın irəli sürdüyü 28 bəndlik sülh planı üzrə həllini tapmayan məsələlərin dairəsini daraltmağına nail olub.
ABŞ dövlət katibi ümid edib ki, saziş cümə axşamına qədər əldə olunacaq, lakin bunun daha çox vaxt tələb edə biləcəyini də istisna etməyib. Tramp bildirib ki, cümə axşamı son tarixdir. Rubio Washington Postda deyib, son tarix onu göstərir ki, biz bunu mümkün qədər tez başa çatdırmaq istəyirik. Arzu edərdik ki, bu cümə axşamına olsun. Əsas məsələ odur ki, biz bu gün əhəmiyyətli irəliləyiş əldə etmişik. O əlavə edib, bu canlı, dəyişən sənəddir. Hər gün daxil olan təkliflərə uyğun olaraq dəyişir. Onun sözlərinə görə Amerika və Ukrayna komandaları sülh planını bəndlər üzrə nəzərdən keçirir, düzəlişlər edir, ziyyətləri yumşaldır. Kiyev, Washington üçün qəbul edilə bilən formaya yaxınlaşırlar. O, New York Times-ə deyib, hələ işləməli olduğumuz bir neçə məsələ var. Açıq qalan məsələlər aşılmaz deyil, sadəcə bizə biraz daha çox vaxt lazımdır. Əlavə danışıqların bu həftə üçün planlaşdırıldığı, lakin detalların açıqlanmadığı bildirilir. Reuters yazır ki, ABŞ və Ukrayna rəsmiləri Zelenskinin ABŞ-a mümkün səfərini də müzakirə edirlər. Bildirilir ki, bəlkə də Zelenski bu həftə Vaşinqtona gələ bilər və Tramp ilə sülh planının ən həssas məqamlarını, o cümlədən ərazi məsələlərini müzakirə edər. Lakin səfərin dəqiq tarixi təsdiqlənməyib. Ukrayna və ABŞ rəsmiləri bazar günü danışıqlarda əhəmiyyətli irəliləyişdən danışsalar da, Tramp Ukraynanı tənqid edib. O, bunu özünün sosial şəbəkəsində edib. Ancaq CNN yazır ki, Trumpın paylaşımından sonra Rubio gərginliyin azaldığını və ABŞ prezidentinin Cenevlədə əldə olunan irəliləyişdən razı qaldığını bildirib. Və sülh layihəsində nə təklif edilir? Reuters və Telegraf bazar günü axşam xəbər verib ki, Böyük Britaniya, Fransa və Almaniyanın başçılıq etdiyi Avropanın Kiyevin müttəfiqlərinin alternativ planı ilə tanış ola biliblər. Reutersin məlumatına görə alternativ plan Ukrayna ordusunun sülh dövründə sayının 800 minlə məhdudlaşdırılması nəzərdə tutur. Halbuki ABŞ planında bu rəqəm 600 min göstərilir. Bundan başqa, ABŞ planı Ukrayna ordusunun ixtisarı və NATO-ya daxil olmaqdan imtina ilə yanaşı, Ukrayna qüvvələrinin hazırda nəzarət etdikləri Donetsk vilayətinin bir hissəsindən çıxarılmasını, habelə Xerson və Zaporojye vilayətlərində cəbhə xəttinin dondurulması nəzərdə tutur. Hər iki region hazırda Rusiya nəzarətindədir. Bütün bu imtinaların əvəzində Kiyev etibarlı təhlükəsizlik zəmanətləri almalıdır. Bəs bütün bu proseslərin hamını razı salacaq sonluqla yekunlaşmaq şansı varmı? Son xəbər budur ki, ABŞ prezidenti Donald Trump Cenevlə danışıqlarına ümidlə baxdığını açıqlayıb. Sitat: Rusiya və Ukrayna arasında sülh danışıqlarında əhəmiyyətli irəliləyişin olması həqiqətən mümkündürmü? Görünə qədər inanmayın. Amma yəqin ki, yaxşı bir şey baş verir. Sitatın sonu. Bizə isə sonu gözləmək qalır. Belə, əziz izləyicilər, sağ olun, gələn görüşlərədək.